Müğənni Rəqsanə İsmailova həbs olunduqdan və ev dustaqlığına buraxılandan sonra ilk dəfə efirə çıxıb. Bölgə TV xəbər verir ki, tarixin bir günü verilişində qonaq olan ifaçı çətin anlar yaşadığını bildirib. Allah böyükdür, mən bir Azərbaycanın qadınıyam və 4 övladım var. Çox çətin bir dövr yaşayıram, hər şeyi geridə qoyaraq övladlarımın yanında olmalıyam. Bugün ilk dəfə səhnəyə çıxıranmış kimi çox həyəcanlıyam. Hər birimiz həyatda hər şey yaşaya bilərik. Qeyd edək ki, Rəqsanə İsmailova vətəndaşların 35.000 manat dəyərində qızıl zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrum etmə cəzası gözləyir. 10 noyabrın 19-da ev dustaqlığına buraxılıb. Rəna Rövşən qızı, BTV. Bir kəlmə bir söz demək istəyirəm. Mənim üçün məni düşünən və mənə görə narahat olan bütün hər kəsə ürəyimdən təşəkkürümü bildirirəm və demək istəyirəm ki, haqqınızı mənə halal eləyin. Elə demə. Biz, sən biləsən ki, bu efirə zəng vuran o qədər xanımlar oldu, o qədər analar oldu ki, sənə görə narahat oldular. Sənin dostların sənə görə narahat oldu. Amma sən güclü qadınsan, Rəqsanə. Sən çünki hər zaman öz ayaqlarının üstündə durmuşsan. Bu gözyaşları əslində sevinç gözyaşlarıdır. Bilirsən niyə? İnsan bəlkə başa düşəndə öz dostunu, düşmanını daha yaxşı tanıyır. Mən əfsuslar olsun ki, illərlə Rəqsanə ilə dostluq edən bəzi aparıcılarımız, bəzi ifaçılarımız, Rəqsanəyə maşallah heç nəyə ehtiyacı yox idi sizdən. Onun dağ boyda qızı var ki, hansı ki gecəsini gündüzünə saldı. Bir gözü ağlayıb, bir gözü güldü, amma o anasını, balasını belə tek qoyaraq anasının yanında oldu. Amma sən bilsən necə insansan, mən səninlə işləməyimdən başqa, mən səni içimdən tanıyıram. Mən hiss edirdim ki, sən bizə baxırsan və mən bunu, hissiyatım mənə bunu deyirdi ki, Rəqsanə bu dəqiqə umur ki, onun adı çəkilsin. Amma sən bir şey de bil ki, bu xalq səni nə qədər sevirmiş. Başa düşürsən? Ona görə də mənə elə gəlir ki, hər şey pis günlər dalda qaldı. Allah böyükdür və mən bir Azərbaycan qadınıyam və 4 evladım var. Və çox çətin bir dövr yaşayıram. Yəni mən çox çətin bir dövrdür mənim üçün. Mən düşünürəm ki, hər şeyi geridə qoyaraq mən evladlarımın yanında olmalıyam və mənim onların yanında olmağım daha lazımlıdır. Bilmirəm, bugün burada özümü ilk səhnəyə çıxdığım kimi hiss edirəm. Çox narahatsan biraz. Var, yəni, çox narahatsan, mən hiss edirəm bunu. Çox böyük həyəcanım var və mən çox xahiş edirəm. Heç kəs məni pis başa düşməsin. Bu həyatda hər birimiz hər bir şey yaşaya bilərik. Bəli. Bu qədər. Əyləşkin həm.